varikoz damardı. Hatta damarın içerisine lazer kateteri ve həmin lazer kateterini epigastrik dediğimiz damarın içine yeritdi. Gör ne kadar büyük bir damardı. Gigant. 4,3 santimetrlik bir varikoz damardı. Gördüğünüz kimi düz qovşaq dediğimiz sahədə bu genişlənmə var, anevrizm var və bir çox klinikalarda əslində bu vəziyyətə yalnız açıq əməliyyat deyirlər. Güya lazer bunu aradan qaldıra bilmir. Bizim praktik təcrübəmizdə 8,8 santimetrlik belə lazerlə əməliyyat edib aradan qaldırdığımız gigant anevrizmatik genişlənmiş varikozlar var və nəticədə 100%'dir. 4,3 santimetrlik ən azı bir 20 xəstə əməliyyat etmişik. Bu da o xəstələrdən biri. Ama sargıdan kapamışıq çünki burada yarası var. İrinli bir infeksiyalı yarası var. Və inşallah əməliyyatla damar da, o cümlədən bu yara da tam öz həllini tapacaqdır. Varikoz damarlardır. Onun fonunda baldırın ön hissəsində əmələ gələn infeksiyalaşmış bir yaradır. Bu qaralmanın və bu yaranın səbəbi bu genişlənmiş damarlardır. Və Dopplerlə baxsaq 4,3-4,4 santimetrlik bir varikozdur.